Azərbaycanda coğrafiya elmi. Eradan əvvəl 1-ci əsr qədim dövrə aiddir. Birinci Strabon gəlib burada. Baxaq görək Strabonun fəaliyyətləri nələrdən ibarətdir. Deməli, coğrafiya əsərini yazıbdır. Əsərdə nədən danışılıbdır? Qafqaz Albaniyası, Kür və Araz çayları haqqında məlumatlar verilmişdir. Keçək orta əsrlərə. Söhbət burada 13-cü əsrdən gedir. Baxın, qeyd elədik. Deməli, Marco Polo haqqında məlumat verilmişdir. Marco Polo nə demişdi? Baxaq görək. Bakı neftinin yaxın şərqə aparılması haqqında məlumat veribdir öz əsərində. Sonra Şamaxı və Bərdən gözəl ipək məlumatları haqqında məlumatlar veribdir əsərində. Bilir ki, Marco Polo özü İtalyan olubdur, həm də ki, ipək yolu üzrə səyahət edibdir. Sadəcə bu qədər bilsək bəs eləyir. Sonra keçək görək digər coğrafiyaçının adı nədir? Afanasi Nikitin. Biraz ekranı aşağı verin. Ekranda görünür. Afanasi Nikitin görək hansı məlumatlar vermişdir. Orta şərqə səyahət etmiş, 3 dəniz arxasına səyahət kitabını yazmışdı. Bax, bunun kitabı məsəl üçün daha çox lazım ola bilər bizə. Azərbaycan haqqında məlumat veribdir. Deməli, Afanasi Nikitində. Sonra gəlir kim? Aleksandr Düma. 19-cu əsr. Qafqaza bir daha Azərbaycan səyahət etmiş fransız yazıçısıdır. Biz ona görə Azərbaycan səyahət edənlər arasında Aleksandr Dumanı götürəcəyik. Sonra gəlir, baxın burada Azərbaycan alimləri və səyyahları. Biz buradan Nəsrəddin Tusi bax 13-cü əsrdə yaşayıb. Görək hansı fəaliyyətlər olubdur. Baxaq, Marağa Rəsədxanasını qurmuşduq. Bunun haqqında maraqlı hekayələr oxumuşduq. Nə üçün o rəsədxananı qurdurur? Sonra astronomik hesablamalar aparmışdır. Yerin forma ölçülərini əsas burada nə idi? Astronomik hesablamalar aparıbdır. Yerin fırlanmasını, ölçülərini, yəni formasını, bir də coğrafi məntəqənin koordinatlarını müəyyən etmişdir. Keçək indi Əbdülrəşid Bakufiyə. Bu da yenə yazılıb ki, ömrünü səyahətdə keçirdibdir. Kitabları harada saxlanılır? Paris Milli Kitabxanasında əsərləri saxlanılır. Kimin? Əbdülrəşid Bakuvinin. Sonra kim gəlir? Baxaq görək burada Azərbaycanlı coğrafiyaçılardan Hacı Zeynalabdin Şirvani. Deməli, neçənci əsrdə? 19-cu əsrdə. Yenə ömrünün 40 ilini səyahətdə keçiribdir. Coğrafiyaçılar səyahət edir. Mərkəzi Asiya, Cənubi Asiya, Cənub-Şərqi Asiya, Qərbi Asiya, sonra Şimali Afrika, Kanar adaları. Demək olar ki, İndoneziyaya qədər olan əraziləri səyahət edərək öyrənmişdir. Ondan sonra gələcək kim? Abbasqulu Ağa Bakıxanov. 19-cu əsrdə fəaliyyətləri olmuşdur. Görək, bunun haqqında nə məlumatlarımız var idi? Baxın, burada Gülüstan İrəm əsərini yazıb. Sonra qəribə kəşflər Xristofor Kolombun Amerika kəşfi haqqında idi. Aşağı düşə görək nə var? Kainatın sirləri. Bunun əsərləri kainatın sirləridir. Ondan sonra gəlir kim? Həsən bəy Zardabi, İsmail bəy Qurtqaşanlı. Bu Həsən bəy Zardabi haqqında məlumat var idi ki, torpaq coğrafiyası haqqında da, yəni 2-ci qəzetində məlumatlar verilibdir. Növbəti kitablarda onu yazmayıblar. İsmail bəy Qurtqaşanlı haqqında da yazıb ki, coğrafiya inkişafı haqqında rolu olmuşdur. Sonra kim gəlir? Qafur Rəşad Mirzəzadə, 19-cu əsrin əvvəlləri. Bunun fəaliyyəti nə idi? Məktəb dərsliklərini yaradıbdır. Baxın, dərsliklərin yaradılması. Sonra keçək kim gəlir? Məhəmməd Həsən Baharlı hansı kitabı nəşr etdirmişdir? Baxın, burada da yazılıb ki, Azərbaycan kitabını nəşr etdiribdir. Sadəcə repressiya səbəbindən istifadə olunmayıb həmin kitab. Qayıdaq aşağı hissələrə. Respublikada müasir coğrafi tədqiqatlar. Baxaq ki, neçənci illərdir? 1930-1960-cı illər aralığından söhbət gedir. Buranı da rəngləyin, maraqlı görünsün. Bu hissəsində rənglədik. Birinci baxaq görək, relyefdir, geomorfologiyadır.
Alimlərdən kimlər var? Müseyibovun adı qeyd olunub, Budaqovun. Mən testlərimdə də bunların adlarını istifadə eləmişəm. Sonra iqlim. Ənvər Şıxlinski, Əli Abbas Mərədzadə. Keçək sonra çaylar, hidrologiya. Salih Rüstəmov. Xəzər dənizi, Qasımgül, torpaq örtüyü, aşağı düşürəm. Torpaq örtüyündə Həsən Əliyevdir, Məhəmməd Əmin Salayev. Bunları da biz testlərimizdə istifadə eləmişik. Sonra iqtisadi coğrafiya haqqında görə kimlər nə deyibdir? Hadi Əliyev, Əbdülrəhim Hacızadə, Asəf Nadirov. Burada əslində ə hərfinə səhv düşübdür, onu düzəldərik sonradan. Hətta mən onu istəsiz indi də düzəldə bilərəm. Ona görə videonu bir saniyəlik hətta saxlaya da bilərik. Deməli, elə videonu saxlayandan sonra həmin hərfi düzəltdim. Asəf Nadirovun adı düz yazıldı. Çap səhv eləmişdim. Coğrafiya elminin vəzifələrinə baxaq. İndi görə vəzifələri nədir? Baxın, başladıq buradan vəzifələrindən. Bir, gəlir nə? Təsvir edir. 2 izah edir. Bunun şrifti deyəsən balacalaşdı. Bayaqdan böyük vururdu şrifti. Sonra idarə edir. Bayaqdan şriftimiz böyük idi, aynı kiçildi. Davam edək. Elə 4-də proqnoz verir. Bu şrifti görə böyüdə bilirəm. Böyüdü. Harada qaldıq? Təsvir edirdən sonra gəldi nə? Görə neçə dənə düyməsi? 5 dənədir. 5-ci də oldu nə? Yeni obyektləri layihələşdirir. Bunun deyəsən şrifti öz-özünə balacalaşır. Təsvir edir. Baxaq görək. Coğrafiya elminin vəzifələri. Bu əvvəl 7-ci sinifdə idi. Tam dəqiq yadımdadır. Təsvir edir. Bax, harada nə yerləşir? Necə yaşayır? Necə inkişaf edir? Bu bunun suallardır. İzah edir. Yəni, bu necə baş verir? Sonra gəlir idarə edir. Nail olmaq üçün nə etmək lazımdır? Ən çətin əslində budur, idarə edirlə uyğunlaşdırmaq olmur. Sonra nə gəlir? Proqnoz verir. Müəyyən vaxtdan sonra nə baş verəcək? Yeni obyektləri layihələndirir. Nə, harda tikməlidir və s. Deməli, bunlar arasında proqnoz verir asandır. Yeni obyekt layihələşdirir asandır oldu. İzah edir də biraz asandır. İdarə edir, nail olmaq üçün nə etmək lazımdır? Bu cümlə həddən artıq çətindir. Testimdə bu var idi, çətin cümlədir. Sonra təsvir edir, harada nə yerləşir, necə yaşayır, ona təsvir edir, necə inkişaf edir, təsvir edir. Bunu da orta səviyyəli götürmək olar. Deməli, mənim üçün burada ən çətin oldu, idarə edir, nail olmaq üçün nə etmək lazımdır? Bu üçüncü fikir həqiqətən çətindir, baxın burada olan. Keçək onda biz neçənciyə? Növbətiyə. Coğrafiya elminin sahələrinin qruplaşdırılması. Düşürəm aşağı, baxın burada verir fiziki coğrafiya, iqtisadi coğrafiya. Bunların əslində hamısını xırda-xırda bilmək də olar. Baxın, birinci başlayaq fiziki coğrafiyadan. Ənənəvi coğrafiyada görək nə var? Yerşünaslıq. Bax, yerşünaslıqla geomorfologiya ikisi də bir-birinin ardıdır. İqlimşünaslıq iqlimə aiddir. Bitki coğrafiyası bitkilərə, hidrologiya suya aiddir, okeanologiya da eynidir. Kartoqrafiyanı götürsəz xəritələr haqqında, torpaq coğrafiyası da ayrıca fən kimi keçirilir. Sənaye coğrafiyasında sənayedən söhbət gedir. Tutaq ki, sənaye nə olsun, maşınların istehsalı ola bilər. Kənd təsərrüfatı ayrıcadır. Maldarlıq, biçiciliklər ayrı-ayrı sahələrdən ibarətdir. Nəqliyyatın növləri var. Yerüstü, hava nəqliyyatı və s. Sonra sosial coğrafiya gəlir, insanları öyrənir, əhali coğrafiyası da eyni qayda ilə. Düşək aşağı hissəyə. Baxın, burada fiziki coğrafiyanın yeni sahələri, landşaftşünaslıq. Land torpaq deməkdir, bilirsiniz ki. Ondan sonra nə gəlir? Riyazi coğrafiya hesablamaq üçün CIS, coğrafiya informasiya sistemləridir. Burada ardı gedir, təbiəti mühafizədir, ekologiyadır. Baxaq görək indi yeni sahələrindən. Şəhər və ərazinin planlaşdırılması, bu iqtisadi coğrafiyanın yeni sahəsidir. Tibbi coğrafiya, CIS, tutaq ki, tibbi coğrafiyada xəstəliklərin yayılması var idi. Xəritə ilə göstərilir. İki tərəfdə də biz CIS sözünü gördük. Həm yeni sahə, fizikinin yeni sahəsində, həm də iqtisadi yeni sahəsində CIS sözü qarşımıza çıxdı. Coğrafi informasiya sistemləridir mənası.
Ondan sonra gəldi siyasi coğrafiya. Siyasi coğrafiyadan ölkələrdən bəhs edəcək. Rekreasiyada turizmə, istirahətə aiddir. İndi düşürəm aşağı yenə. Coğrafi tədqiqat metodları. Baxaq görək hansı metodlar var. Ənənəvi metodlar, bir də müasir metodlar var. Kartoqrafik, yəni xəritələrdir, tarixi, müqayisə, çöl tədqiqatları, ekspedisiya. 4 dənə oldu. Burada da 5 dənə var. Riyazi, statistik, coğrafi modelləşdirmə, coğrafi proqnozlaşdırma, aerokosmik və geoinformasiya, CIS. 5 dənə oldu. Keçək metodların indi izahına bu hissədən. Görək izahı necədir. Kartoqrafik metoddan başlayaq birinci olaraq. Deməli, burada xəritələrin öyrənilməsinə əsaslanır. Qaydasını da oxuya bilərsiniz. Tarixi metod müəyyən dövr ərzində obyekt və hadisələrin dəyişilməsini öyrənir. Sonra müqayisədə bilinəcək fərqli və oxşar cəhətlər müqayisə olunur. Tutaq ki, Eyler'in diaqramında necə müqayisə edirsiniz? Fərqli xüsusiyyətlər kənarlara, ortaq xüsusiyyət ortaya yazılır. Çöl tədqiqatları metodu. Bu necə ki, bir əraziyə gedib öyrənirdilər də materikləri. Bax, bu çöl tədqiqatları metodudur. Həmçinin nə dedilər? Ekspedisiya metodu. Ondan sonra baxaq görək hansı gəlir. Riyazi statistik metodun qaydası yazılıbdır bura. Artıq keçdik hansı metoda? Riyazi statistikə. Bu riyazi statistik baxaq görək müasir metoddur. Burada ancaq kəmiyyətlərdən, sonra riyazi hesablamalar varsa, riyazi statistikə aid olacaq. Coğrafi modelləşdirmə, tutaq ki, yerin qlobusu hazırlanırsa, bu modelidir. Qrafik ola bilər, sözlü ola bilər, simvollardan istifadə oluna bilər. Sonra keçək nəyə? Coğrafi proqnozlaşdırma. Coğrafi proqnozlaşdırma da bilirik ki, tutaq ki, sabah hava necə olacaqsa, bu bir proqnozdur. Yəni, bu qaydalara ümumiyyətcə xırda-xırda oxumağa ehtiyac duymuram mən. Çünki bir dəfə oxuyursan bəs edir. Aerokosmik metoddan nədən istifadə olunur? Aero hava deməkdir. Bir də kosmosdan, yəni havadan və kosmosdan çəkilmiş şəkillərdən istifadə olunursa, bu da aerokosmik metodumuz olacaq. Ondan sonra nə gələcək? Geoinformasiya metodu. CIS, yəni müasir informasiya texnologiyanı, yəni kompüter. Həmin o bayaq dediyimiz xəritələr kompüterdə işlənir. Həmin o CIS haqqında da əlavə dəstəklər verilib. Tutaq ki, birinci relyef gəlir, sonra üzərində çay qatı olur. Yəni qatlara ayırır da. Tutaq ki, şəhərlərə ayrıca verir. Kompüter proqramının köməyi ilə elə istifadə edirlər. Burada fiziki və iqtisadi coğrafiyadan da yazıb ki, istifadə olunur həmin texnologiyadan. Sonra nə qaldı burada? Ümumdünya hava xidməti. Testimdə də salmışdım hava xidməti haqqında. Baxaq görək nə idi? Coğrafi məlumatların əldə edilməsi haqqında verildi məlumat. Coğrafi məlumatlar əldə edilir. Əsas mərkəzlərini mən sualında soruşmuşdum. Moskva, Melburn, bir də ki, Vaşinqtonda mövcuddur. Həmin bu mərkəzlərdə toplanan məlumatlar digər ölkələrə, baxın, burada qeyd olunub ki, ötürülür. Baxın, burada ən aşağıda. Bu da oldu bizim, deməli, növbəti dərsimiz. Əslində, bu mövzunu hazırlamaq mənim üçün daha rahat oldu. İzlədiyiniz üçün təşəkkürlər. İndi çalışacağım növbəti dərslərin də videolarını çəkim, paylaşım. Sonra testlərimi də yazıram. Testləri də deməli, sınaq qrupunda paylaşacağam. İzlədiyiniz üçün təşəkkürlər yenə də.